bizim ən böyük vəzifələrimizdən biri öz dinimizi dəlillərlə öyrənməkdir. Öz dinimizi dəlillərə söykənib öyrənməkdir. İstər şəri məsələlərdə, istər əxlaqi məsələlərdə, istər və xüsusilə əqidəvi məsələlərdə ki, mən şiəyəm, bu cür nə görmüşəm, bu cür nə də böyümüşəm, ata-babamdan daha o mərhələ qaldı geridə. Mən şiəyəm, o şiə olmağın dəlilini gərək özündə möhkəm qoruyub saxlayasan. Və bu günləri dindar camiyənin ən böyük vəzifəsi odur ki, İmam Məhdi Əccəllahu Fərəcəhu Şərifin vücudu barəsində ən azından 3 dənə hədis bilmək. Ən azından 3 dənə hədis bilmək. İmam Sadiq əleyhissalam buyurur ki, kaş mən onun dövrünü dərk eləyəydim. Onun xidmətində dayanardım. Ona xidmət eləyərdim. Baxın, bütün əimmə əleyhimussalam o həzrətin dövrünü təmənni eləyiblər ki, onun dövründə xüsusi bir bərəkət var. Onun dövründə xüsusi bir gözəlliyi var ki, o gözəlliyi Allah bizə yaşamağı, görməyi nəsib eləsin.